Deməli, qulançarın əkilmə prosesi. Torpağı qəşəng dırmıqlamışıq, təzə torpaq vermişik. Şamaxı torpağı deyirlər. Yakıb. Bu iki cızla əkəcəyik inşallah. Bu ağaçlarımız da qalacaq yerində. Bu armud ağacıdır. Bu balaca cırgilasdır. Bu da ərikdir. Bu da cır ərikdir. Gilas dedim, ərikdir. Xəttimizi düzəltdik. Cız çəkdik yəni buradan. Və bu dərinliklərdə burada biz qulançarın toxumlarını əkəcəyik inşallah. Belə.